Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Təbii ki, gündəmiz zəbt edən yenidən qızıldır. Qızıl dünən nə etdi? 75 dollar dəyərli, əvvəlki ilə nisbətən 100 dollar dəyərli aşağı doğru istiqamətə davam etdirdi. Bugün nə edəcək? Yəni qalxacaq mı? Təbii ki, korreksiyalar olacaq və hədəflər, qarşıdakı hədəflər tələsmək lazım deyil. Yəni qarşıdakı hədəflər 3344, 3354, 3363, 3371 və 3377-78'lərdir. Satış əməliyyatları üçün isə səhər saatlarında alış əməliyyatlarımız gəlib və birinci hədəfi 3337'lər gözləyirik. Təbii ki, satış əməliyyatları günün ikinci yarısından sonra. Amma fakt olaraq 3324'lərdən sonra satışlar 3315-16'lara qədər, yəni enməsi hətta 19'lara qədər ilk önməsi gözlənilir. Belə alışlar isə təbii ki, yuxarı doğru istiqamətlə davam edəcək və yenidən xəbərləri izləmək lazımdır. Dünənki xəbərlər funtun dollar rəqabətə necə təsir göstərir, o haqqında da danışarıq. Keçək Bitcoin'ə. Bitcoin nə edəcək? Yəni bildiyiniz kimi dünən yenidən yüksəlişə doğru imza attı və bugün 107'dən yuxarı formalaşsa yenidən qalxacaq. Təbii ki, korreksiya olacaq, amma aşağıdakı 3 hədəf var. Onları nəzərə çatdırım. Yəni Bitcoin'də 105.500'lər, 104.800'lər və 103.600'lər. Bu təhlükəli yerlərdir. Yəni bura oturacaq yerdir. Yəni bunu nəzərdən qaçırmayın. Və neftə gəldikdə isə təbii ki, neftə biz keçən gün danışdıq. Yəni neftdən, future spotlardan danışdıq, crude oil'dan danışdıq və digər neftlərdən danışdıq. Yəni hər üçündə, hər dördündə demək olar ki, oturacaq yerinə oturdu və bundan sonra yuxarı doğru, bugündən sonra, yəni yuxarı doğru istiqamətin yenidən 71'ə qədər, ilkin hədəfi 71'ə qədər qalxması gözlənilir. Keçək biz digər cütlülərə, funtun dollar rəqabətinə. Funtun dollar rəqabəti dünən hər iki xəbər funta müsbət təsir göstərdi və yuxarı doğru istiqamətdən davam etdi. Təbii ki, ayın sonuna qədər yüksəlişlər olacaq və alış əməliyyatları yəni bugün 1.36 300'lərdən yuxarı formalaşsa alışlar olacaq, 1.35 900'lərdən aşağı formalaşsa satış əməliyyatlarına üstünlük verməyə dəyər. Evronun dollar rəqabətinə gəldikdə isə 1.16 350'lərdən alışlar, 1.16 sıfırlardan aşağı formalaşsa satış əməliyyatı haqqında düşünməyə dəyər və keçək biz Nasdaq, S&P, Dow Jones və DAX-a. Bunlar yəni azca korreksiyalar verdindən sonra yenidən yuxarı doğru istiqamətlə davam etdirir əzizlər. Belə bir də nəzər çatdırım ki, biz hər gün səhər saatlarında Telegram kanallarında siqnalları paylaşırıq. Təbii ki, ödənişli olan VIP, CIP və Real Trade Telegram kanallarda ödənişsiz olaraq, yəni gün ərzində bundan sonra bir dəfə Qonaqol Telegram kanalında bir dəfə pulsuz siqnal paylaşırıq. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.